Salam, Goldmaster Tədris Mərkəzi. Blok imtahanına hazırlaşanlar üçün belə bir sualın izahını verəcəyəm. Keçək sualın şərtinə. Şərtdə deyir ki, bu ali hissənin sahəsini tapın. Deməli, 0-dan 4-ə qədər verib, y bərabərdir 3 kökdə x. Bu sualı həll etmək üçün 0-dan 4-ə 3 kökdə x integralı hesablamalıyıq. Amma o yolla getmək. İndi 4-ü mən yerinə qoysam, x-in yerinə qoysam, buradan 4 yazaram. 4-dən 2 çıxır. 2 üçün neçə edir? 6. Deməli, bu nöqtə fikir verək bura. Bax, bu nöqtə neçə deyir? 6-dır. İndi ümumilikdə bu düz bucağının sahəsi bura 6-dır, bura 4-dür. S düz bucağının sahəsi 4 vurasın 6 neçə eləyər? 24 edər. İndi bu tipli suallarda bax, bura S-dir, burada 2S-dir sahələr. İndi S ilə 2S-in cəmi yazıram. S üstə gəlsin 2S bərabər neçə olar? 24 olar. 3S 24 olsa S neçə edər? 8 olar. İndi əgər bura S-dirsə, buranın sahəsi neçə oldu? Buranın sahəsi 8 oldu. 2S-dəki sahə neçə olar? 16 olmuş olar. Deməli, doğru cavabımız neçədir? 16-dır.